Salam dəyərli futbol azarkeşləri. Müsahibimiz Xankəndi Futbol Klubunun futbolçusu, aparıcı futbolçularından biri Hüseyn Axundovdur. Hüseyn, ilk öncə təbrik edirəm. Qrup mərhələsi başa çatdı. 5 oyun, 5 qələbə və 8-də 1 finaldasınız. Rəqibiniz hələ ki bəlli deyil. İkinci gün püşkatma keçiriləcək, bəlli olacaq. İstərdik ki, qrup mərhələsindəki oyunlarını şərh eləyəsən, ümumi şərhi və bu oyunu. Çünki digər 4 oyundan fərqli olaraq biraz daha çox müqavimət sanki göstərdilər və biraz daha çətin oldu qələbə. İlk öncə təbrik edirəm, minnətdarlığımı bildirirəm. Düz qeyd elədiniz, qrup mərhələsi başa çatdı, 5 oyun, 5 qələbə. Belə deyim, keçən oyuna kimi, Şirvanla oyuna kimi rəqiblər bizim üçün daha rahat idi, daha onlarla oynamaq. Bizim təbii ki, bilirsiniz, heyətimizdə daha təcrübəli, daha belə deyim, yaxşı futbolçular yığışıb. O baxımdan rəqiblə oynamaq bizə daha rahat idi. Lakin keçən oyun Şirvan komandasında kompakt komanda idi, yaxşı müdafiə olunurdu. Onlarla belə deyim, oyun epizodlarından çox istifadə edə bilmədiyimizə görə ikinci hissədə qolları vurduq və qələbə qazandıq. Buradakı oyunu gələsi olsaq, bu gün belə deyim, oyun bizim üçün çox yaxşı başladı. Birinci 10-12-ci dəqiqə 2-0 hesabı ilə irəlidə idik. İkinci hissədə belə deyim, ola bilər biraz komandada özünə arxanlayıb, biraz belə deyim, boşalma oldu. Mövqelərdə biraz çatışmamazlıqlar oldu. Onun nəticəsində bir gol da buraxdı. Onu da qeyd edim ki, çempionatda qrup mərhələsində ilk qolumuz idi, buraxdığımız qol idi. Bu da gəldi burada Beyləqan komandasına qismət oldu. Mən başqa bir şey qeyd eləmək istərdim. Yəni burada həqiqətən azarkeş dəstəyi çox böyük bir rol var. Bəli. Yəni burada möhtəşəm bir atmosfer, aura var idi burada. Yəni futbolçu üçün də, bəli, futbolçu üçün də belə deyim də əsas oynamaq, biz nəyə görə futbol oynayırıq? Tamaşaçılar üçün. Yəni o başqa bir belə deyim futbolumuza, istər rəqibin oyununa, istər bizim oyunumuza başqa bir rəng qatdı. Ona görə də buradan təşəkkür edirəm. Beyləqana gələn komandanı, istər rəqibi, istər bizi, bəlkə onların içində bizim adımıza görə Xankəndi komandanı dəstəkləyən rəqib, belə deyim, azarkeşlər də var idi. Buradan fürsətdən istifadə edib onlara öz təşəkkürümüzü bildiririk. Onu yenə deyirəm, o birisi digər oyunlara baxanda biraz meydança amili də deyərdim bizim futbola, bizim oynadığımız o futbola biraz maneçilik törətdi. Amma buna baxmayaraq yekunda qələbə qazandıq, 5 oyun, 5 qələbə. Final, belə deyim, play-offda öz rəqibimizi gözləyirik. Bizim üçün yenə dəyişilməz olaraq, yəni ilk gündən necə başlamışdıqsa, bizim əməlimiz, amalımız, belə deyim, məqsədimiz çempionluqdursa, inşallah ona doğru Allahın izni ilə irəliləmək istəyirik. Onda son sualımı da verim Hüseyn. Təbii ki, yəni asan olmayacaq, daha ciddi rəqiblər olacaqdır play-off mərhələsində. Yəqin ki, kapitanına da verdim, sənə də verirəm bu sualı, təcrübəli futbolçu kimi. Yəni məşq prosesi olsun və ya da oyuna hazırlıq olsun, hər hansı bir dəyişikliklər olacaqmı, olmayacaqmı? Gənc futbolçular haqqında nə deyə bilərsən? Yəni onlar haqqında danışaq. Düz qeyd elədiniz. Təbii ki, play-off mərhələsində hazırlıq düşünürəm ki, bundan zaten biz bütün məşqləri olsun, oyunlar olsun 100% motivasiya, 100% nəticə qazanmaq üçün meydançaya çıxırıq. Amma bundan sonra belə deyim, bizim məsuliyyətimiz 1-ə 5 artıb, biz bunu dərk edirik. Bunu da belə deyim, məşqlərdə istər müəllimlərin verdiyi o tapşırıqları yerinə yetirməklə çalışacağıq ki, maksimum play-off mərhələsinə yaxşı hazırlaşaq ki, belə deyim, o maksimum nəticəni qazana bilək. Komandamızda təbii ki, təcrübəli futbolçularla yanaşı çox gənc futbolçularımız da var, perspektivli futbolçularımız da var. Onlar da belə deyim, çalışırlar ki, pis təcrübəli futbolçulardan nələrsə öyrənsinlər. Belə deyim, düşünürəm ki, bəli, çalışırlar. Düşünürəm ki, çox gözəl, mehriban kollektivimiz var, belə deyim, böyük, kiçik, idarə heyətimiz, bəli, məşqçi heyətimiz, administrator, yəni hamısı, bütün inzibatçılar zatları, yəni çox mehriban kollektivimiz var. Bu da inşallah ki, sezon sonunda bizə bir çempionluq qazandırır Allahın köməyi ilə. İnşallah, təşəkkür edirəm, sənə də komandaya da uğurlar. Çox sağ olun, minnətdaram, sizə də dərin təşəkkürümüzü bildirirəm.